İkinci cəhd imtahanında nəticənizi yüksəltmək üçün bu dediklərimi mütləq edin. Özünüzə bir dəftər tutun. Həminki dəftərdə qeydiyyatını aparın ki, nə vaxt hansı testi işləyəcəksiniz, nə vaxt hansı mövzunu oxuyacaqsınız. Planlı olmaq çox önəmlidir. Ondan başqa model testlər, qəbulla işlənmiş testlər işləmək sizin imtahana hazırlığınızı yüksəldəcək. Yadda saxlayaq, ən önəmli məqam səhv işlədiyiniz testlərin üzərində işləməkdir. Çünki bəzən səhv elədiyimizdə keçib gedirik, hövsələmiz çatmır, amma yadda saxlayaq ki, səhvlərimizi düzəltsək, inkişaf olacaq. Bir digər məsələ, bir öncəki gündən daha yaxşı hazırlaşmağa çalışmaq lazımdır. Yəni ki, biraz oxuyub sonra həvəsdən düşməklə olmur. Telefondakı ekran vaxtınıza baxın. Nə qədər vaxtınız telefonda keçir, sosial şəbəkələrdə keçir. İkinci cəhdi birinci cəhddən yaxşı dəyərləndirmək üçün birinci cəhddə nəyi yaxşı edirdinizsə onu artırın, nəyi pis edirdinizsə onu azaldın. Bəyənib paylaşa bilərsiniz.